Bu internetə qoşub yeniləmə zad məsələsi, yəni proşivka modellərə aidiyyəti yoxdur. 6.72-dir, 9-dur və yaxud da 11.00-dır. Hal-hazırda PlayStation 4-lər üçün sistem yeniləməsi gəlib 12.50. Xatırladım ki, ən axırıncı yeniləmə 12.02 idi. Amma bu günləri səhər-səhər 12.50 versiya sistem yeniləməsi gəlib. Yenə də qeyd edirəm, yəni proşivkalara qətiyyən internetə qoşub yeniləmək olmaz. Sonra oyunları baha qiymətə yazdıracaqsınız. Burada geriyə qayıt. Bu müştərimizin PlayStation idi. Dünən gətirmişdi oyunların yazılması üçün. Burada yazıldı Minecraft, FC25, bir də hansıydı Azər, sola keç. Combat 11 full. Yəni burada bütün personajlar açıqdır. Burada rəsmi oyunlardır, ömürlük zəmanətləndir oyunlar, kilidə düşmək kimi, nə bilim, silinmək kimi bir problemi ola bilməz. Lap deyəlim ki, silinsə də bərpa eləmək mümkündür. Çünki oyunun ödənişin PlayStation Store-da siz bir dəfə ödəyirsiniz. Yəni ikinci səfər əli üzdəysə, pozulsa belə rəsmi olaraq sizin səhifənizdə var o. 12.50 versiya gəlib, rəsmlər qoşulub yeniləyə bilər. Yəni sistem versiyası yuxarı PlayStation 4-lər üçün. Proşivka olmayan modellər mütləq qoşub yeniləmək lazımdır. Və yaxud da proşivkanı gözləmək istəyirsinizsə, onda heç yeniləməyin. 12.02-də də qalsın. Xeyirli uğurlu olsun inşallah.